Bir gün bir nəfər Sokratın yanına gəlib deyir: "Sənin dost saydığın filankəs haqqında bəzi şeylər eşitmişəm. Bunları sənə demək istəyirəm ki, dostunu yaxşı tanıyasan." Sokrat həmin şəxsə öncə onun verəcəyi sualları cavablandırıb, sonra dostu haqqında bildiklərini söyləməyi təklif edir. Adam Sokratın təklifi ilə razılaşır. Sokrat deyir: "Mənə deyəcəyin sözləri öz qulağından eşitmisən?" Adam cavab verir: "Xeyr. Bəs də görüm dostum haqqında yaxşı söz söyləyəcəksən, yoxsa xoşagəlməz söz deyəcəksən?" Şəxs deyir: "Dostunun bəzi pis əməllərindən səni agah etmək istəyirəm ki, kimlə dostluq etdiyini biləsən." Sokrat sözünə davam edir: "Deyəcəyin sözlərin mənə xeyri olacaqmı?" Adam cavab verir: "Yox, söyləyəcəyim söz çox güman ki, səni məyus edib əsəbləşdirəcək." Bu cavabdan sonra Sokrat belə deyir: "Əgər deyəcəyin söz doğru deyilsə, bu sözün mənə bir faydası toxunmayacaqsa, bu sözü mənə niyə danışasan? Mən bu sözləri dinləmək istəmirəm." deyib şəxsə etiraz edir. Dəyərli dostlar, bəzən dostumuz haqqında deyilən sözlərə Sokratdan fərqli olaraq qulaq asar, ya səssiz səmirsiz dostumuzdan uzaqlaşar, ya da dostumuza zəng edərək qəlbini qırarıq. Sonra da bağışla deyib ataların sonraki peşmanlıq fayda verməz kəlməsini duymuş olarıq.